Salam əziz uşaqlar. Bugünkü mövzumuz biz cisimləri necə görürük? Araşdırma suallarımız. Hansı səthlər işığı daha yaxşı əks etdirir? Hansı səthlər işığı daha yaxşı udur? Yarımşəffaf və qeyri-şəffaf maddələrin fərqi nədir? Nə üçün işıq mənbəyi olmadıqda bir-birimizi görə bilmirik? Təbii işıq mənbələri və süni işıq mənbələri arasındakı fərq nədir? Biz cisimləri necə görürük? Biz cisimləri işığın gözümüzə daxil olması nəticəsində görürük. İşıq bir mənbəddən çıxır və düz xəttlərlə işıq şüaları kimi yayılır. İşıq şüalarının istiqamətini oxlarla göstəririk. Şəklə də diqqət etsəz, burada aydın görmüş olarsınız. İşıq mənbəyi olan cisimlər işığı yayır. İşıq mənbəyi olmayan cisimlər isə işığı əks etdirir. Qaranlıqda necə görürük? Biz işıq mənbələrini qaranlıq otaqda da görə bilirik. Biz təbii işıq mənbələrini qaranlıqda da görə bilirik. Bəzi cisimlər işığı yaydığı üçün işıq mənbəyi sayılır. İşıq mənbələri təbii və süni olmaqla iki qrupa ayrılır. Günəş və digər ulduzları təbii işıq mənbələri adlandırılır. Lakin insanlar tərəfindən düzəldilən lampa və şam kimi işıq mənbələrinə süni işıq mənbələri deyirik. İşıq mənbəyi olan cisimləri birbaşa görə bilirik. İşıq mənbəyi olmayan cisimləri isə işıq şüaları onların səthinə düşüb qayıtdıqdan sonra gözümüzə daxil olduğu üçün görürük. İşıq mənbəyindən gələn şüalar kitabdan əks olunur. Nigarın gözünə düşür. Buna görə də Nigar kitabı görə bilir. İşığın əks olunması nədir? İşığın səthlərə düşüb qayıtmasına işığın əks olunması deyilir. Siz əksinizi güzgü və ya su kimi hamar səthlərdə dəfələrlə müşahidə etmisiniz. Bunun səbəbi güzgü və ya su kimi hamar səthlərin işığı əks etdirməsidir. Bəs işıq hər cisimdən keçə bilərmi? Gündəlik həyatımızda bəzi cisimlərin işığı keçirdiyini, bəzilərin qismən keçirdiyini, digərlərinin isə keçirmədiyini müşahidə edirik. Bu cisimləri şəffaf, yarımşəffaf və qeyri-şəffaf kimi üç qrupa ayırırıq. Şəffaf cisimlər. Bir cisim işığı keçirirsə, ona şəffaf cisim deyilir. Bu cisimlərin şəffaf olmasının səbəbi məhz onların üzərinə düşən işıq şüasını səpilmədən molekulların arasından keçə bilməsidir. Hamar səthlər işığı daha yaxşı əks etdirir. Yarımşəffaf cisimlər. Bir cisim işığı qismən keçirirsə, ona yarımşəffaf cisim deyilir. Buna səbəb odur ki, həmin səthlər işığın böyük bir hissəsini udur, çox az hissəsini isə əks etdirir. Qeyri-şəffaf cisimlər. Bir cisim işığı keçirmirsə, ona qeyri-şəffaf cisim deyilir. Qeyri-şəffaf cisimlərin üzərinə işıq düşdükdə onun kölgəsi meydana gəlir. Bugünkü mövzumuz bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.